قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا كونوا قوامين بالقسط شهداء لله ولو على أنفسكم أو الوالدين والأقربين صدق الله العظيم. Aziz müminler, İslam dini ədaletin bərqərar olmasını, yani ədaletin qorunmasını və haqqın ayaqda tutulmasını ən mühim əsaslardan biri saymışdır. Ədaletin qorunması, ədaletin həyata keçməsi üçün ən güclü vasitələrdən birisi də şahidlikdir. Şahidlik yalnız məhkəmədə deyil, həyatın hər bir sahəsində, ticarətdə, ailə həyatında və ictimai nizamın qorunmasının təminatıdır. Allah-u Azimuşşan oxumuş olduğum ayət-i kərimədə bizlərə belə bildirməkdədir. Ey iman gətirənlər, ey möminlər, özünüzün, ata-ananızın və yaxınlarınızın əleyhinə olsa belə ədaləti möhkəm tutan və Allah üçün şahidlik edən kimsələr olun buyurmaqdadır. Başqa bir ayət-i kərimədə də Allah-u Azimuşşan belə buyurmaqdadır. Bir qövmə, bir qruba olan kininiz sizi ədalətdən döndərməsin. Ədalətli olun, bu təqvaya daha yaxındır. Əziz müsəlmanlar, bu ayələr bizə göstərir ki, şahidlik yalnız bir sözdən, bir ifadədən ibarət deyildir. Böyük bir əmanətdir. Şahidlik zamanı insan öz şəxsi mənfəətini, qohumluq və dostluq münasibətlərini, hətta düşmənçilik hisslərini kənara qoymalı, tərəf tutmadan, qərəzsiz və tam doğruluqla danışmalıdır. Məsələnin sadəcə boş tərəfini deyil, eyni zamanda dolu tərəfini də anladaraq həqiqəti ortaya çıxarmalıdır. Şahidlik edən insan şahidliyi əsnasında şəxsini təmizə çıxarıb haqsız yerə başqalarını zən altında buraxmamalıdır. Çünki şahidlikdə məqsəd bir tərəfi üstün etmək deyil, haqqı ortaya çıxarmaqdır. Şahidlikdə yalan danışmaq, gizlətmək və ya həqiqəti olmadığı şəkildə göstərib təhrif etmək həm Allah qarşısında böyük bir günahdır, həm də cəmiyyətin etibarını sarsıdan böyük bir xəyanətdir. Doğru şahidlik isə ədalətin bərqərar olmasına, insanların bir-birinə güvənməsinə və ictimai nizam-intizamın qorunmasına xidmət etməkdədir. Həzrət Peyğəmbər aleyhissalatu vesselam bu mövzu ilə əlaqəli hədis-i şərifində belə buyurmaqdadır. Mən zülmə və haqsızlığa şahid etmərəm şahidlik. Yəni bir insan, bir qrup şahidliyim səbəbilə haqsızlığa uğrayacaqsa, zən altında qalacaqsa, yalan bir şahidlik edəcəksəmsə, Allah Resulü deyir ki, mən ondan uzağam. Eyni zamanda başqa bir hədis-i şərifində buyurur ki, yalan şahidlik şirkdən sonra ən böyük günahlardan birisidir. Allah katında en büyük günah şirktir. Ondan sonra gelen büyük günahlardan birisi de yalan yere şahitlik etmektir. Deməli, şahitlik yalnız bir vəzifə deyil, eyni zamanda bir ibadətdir. Yalan şahitlik ise büyük günahlardandır. Əziz müsəlmanlar, şahitlik eden insan ihsanı unutmaması lazımdır. İhsan ne demektir? Hayatın her alanında Allah'ın bizi gördüğünü, bizi eşittiğini, bizi bildiğini aklımızdan çıkarmamak ve o şekilde bir hayatı yaşamaktır. Biz şahitlik ederken hakkında şahitlik ettiğimiz insan yanımızda olmayabilir. Ama her bir əməlimizi yazan iki melekler yanımızdadır. Ve aynı zamanda iki nəfər olarsa üçüncüsü Allah olan, 4 nəfər olarsa beşincisi Allah olan bir Rabbimiz her daim bizim yanımızdadır. Yani Allah her zaman bizim ettiklerimize şahittir.
Biz birilerinin hakkında şahitlik ederken o anımıza da, yani ettiğimiz şahitliğe de melekler ve Allah şahitlik etmektedir. Bu sebeple dediğimiz her söze, ettiğimiz her davranışa, hal ve harekete o düşünce ile dikkat etmemiz lazımdır. Güzel bir söz vardır. Deyir, korkun o məhkəmədən ki, hakimin özü şahittir. Elə bir məhkəmə gələcək ki, Allah'ın huzuruna çıktığımızda Allah hakim olacaktır ve aynı zamanda her şeyi bildiği için, gördüğü için o hakim aynı zamanda şahit olacak. Belə bir gündən bir mümin qorxması lazımdır. Ve hutbemi bir ayet-i kerime ile bitirmek istəyirəm. Uca Allah buyurur, görmürsənmi ki, göylerde ne varsa, yerde ne varsa hamısını Allah bilir. 3 nəfər gizli bir görüş üçün bir araya gəlsə və ya pıçıldaşsa, mütləq dördüncüləri Allah'tır. 5 nəfər bir araya gəlsə və ya pıçıldaşsa, altıncıları Allah'tır. Bundan daha az və ya daha çox sayda insan bir araya gəlsə, nə danışsa Allah mütləq yanlarındadır. Sonra da Allah onların etdiklərini qiyamət günü bir xəbər verəcəkdir. Şübhəsiz ki Allah her şeyi bilendir. Ela inne